Qoç, günün ilk yarısında hansısa nəticəyə nail olmaq üçün maksimum səy göstərmək lazım gələcək. Biraz zəiflik kifayətdir ki, uğursuzluqlar üzərinizə gəlsin. Gərgin rejimdə işləməli olacaqsınız. İş mühitində ciddi münaqişələr mümkündür. Buğa, ətrafınızdakı insanların təsir dairəsinə düşməyin, hisslərinizə hakim olun. İstənilən hadisənin inkişaf məcrasında emosiyalar böyük rol oynamamalıdır. Vədlərə inanmayın, başqasının qurduğu tələyə düşməyin. Əkizlər, hər şey yaxşı gedir, amma bir qədər ləng. Hadisələrin daha sürətlə cərəyan etməsini istəsəz də buna nail ola bilməyəcəksiniz. Günün əvvəli yaradıcılıq fəaliyyəti üçün münasibdir. Günün ikinci yarısında isə hesab işlərində səhvlər, maddi itkilər mümkündür. Xərçəng, bir yerdə dayanmasaz, süst davranmasaz, əməyinizin bəhrəsini görəcəksiniz. Əhvalınızı yüksəldəcək hadisələr yaşana bilər. Güzəş kompromis vaxtıdır. Yeni işlərə başlamaq, ifrat təşəbbüskar olmaq məsləhət görülmür. Şir, günün ilk yarısında gözlənilməz hadisə cari məsələlərin həllinə, öhdəliklərin yerinə yetirilməsinə mane ola bilər. Fəaliyyətinizin məhsuldarlığı vəziyyətdən tam asılı olmamalıdır. Zərurət olmadığı halda kənar şəxslərlə təmasda olmayın. Qız, səbirli olmalısınız, planlarınız çoxdur, amma onların həyata keçməsi üçün bir qədər vaxt lazımdır. Özünüzü işə girişməyə məcbur etmək çətindir. Bu, təcili həllini tələb edən peşə problemləri ortaya çıxdıqda xoşagəlməz nəticələr verə bilər. Tərəzi, mövqelərinizi möhkəmləndirin, sabitliyə can atın, danışıqlar aparın, mütəxəssislərlə məsləhətləşin. İntellektual və fiziki yük az olmayacaq. Zəruri təhlildən sonra ideyalar, təkliflər və vədlər başqa forma ala bilər. Əqrəb, ciddi əhəmiyyətli görüşə hazırlaşın. Tərəddüd etməyin, iradəli davranın. Fikriniz uzaqlarda olmasın, xəyallara qapılmayın. Fantaziyanızın köləsinə çevrilməyin. Qarşınıza qoyduğunuz məqsədin reallıq dərəcəsini saf çürük edin. Oxatan, iri miqyaslı işə başlayırsınızsa vəziyyət ağırlaşa bilər. Aktivliyinizi azaltmağa çalışan süni maneələr yaradan biri var. Düzgün istiqamətdə addım atdığınıza əmin deyilsinizsə, problemləri mərhələli şəkildə tələsmədən həll edin. Necə deyərlər, şər deməsən xeyir gəlməz. Oğlaq, məramlarınız və hədəfləriniz dəyişə bilər. İdeya baxımından kasadlıq hiss olunmur. Təşkilati məsələlərlə bağlı problemlər yaranarsa, çevik tərpənin. Nəzərdə tutduğunuz işləri başa çatdırmaq üçün qüvvə, vəsait və ya diqqət çatışmazlığı istisna deyil. Dolça, uğurlu gün saymaq olar. Bəxtiniz gətirəcək. Hadisələr gözlənilmədən yaxşı məcrada inkişaf edəcək. Bu fürsəti əldən verməyin. İşdə nailiyyət qazanmaq ehtimalı da böyükdür. Yeni tanışlıqlar gözlənilir. Balıqlar, həyat eşqiniz sanki azalıb. İşləriniz bir qədər yüngülləşsəydi rahatlıq tapardınız. Amma hələ görüləsi çox işiniz var və onların hamısı diqqət tələb edir. Yaxın günlərdə istirahətə vaxtınız olmayacaq. Gücünüzü bərpa etməlisiniz.